Gəraylı. Aşıq şeirinin əsas janrlarından biri də gəraylıdır. Gəraylı şeir vahidi bənddir, qoşmada olduğu kimi. Bütün xüsusiyyətləri qoşma ilə eynidir. Fərq ancaq ölçüdə olacaq, hecanın sayında. Burada yenə sxematik olaraq baxırıq gəraylı. Bu nümunədə biz 3 bənd görürük. Ən azı 3 bənddən ibarət olur. Qoşmada olduğu kimi, burada da yenə deməli birinci bənd, orta bənd və sonuncu bənd deyə adlanır. Orta bəndin sayı çox ola bilər. Yəni, əgər 3 bənddən ibarətdirsə, orta bənd yalnız bir olacaq. 5 başqa saylardadırsa, orta bəndlərin sayı birdən çox olacaq. Birinci bəndin yenə qafiyə quruluşu qoşmada olduğu kimidir. Eyni ilə A, B, C, B. Yəni, bəzən deməli 1 ilə 3 əksər hallarda sərbəst olur, bəzən qafiyələnə də bilər. Əsas qafiyələr deməli 2-ci, 4-cü misrada olur. Qalan bəndlərdə 1, 2, 3-cü misralar bir qafiyələnir, 4-cü misra isə B birinci bəndinən həm qafiyə olur. Sonuncu bənddə də onun kimi, yəni sonuncu bəndin qafiyə quruluşu orta bəndlərin qafiyə quruluşu ilə eynidir. Qafiyə ancaq əsas qafiyə 4-cüdədir və o da birinci bəndinə həm qafiyə olur. Sonuncu bənddə yenə də qoşmada olduğu kimi ad işlənir. Ölçü isə 8 heca olur və indi nümunələr üzərində baxaq.